Hər birinizi ərəb dil dərslərində salamlayırıq. Allahdan hər biriniz üçün müvəffəqiyyət diləyirik. Quran sevərlər və ərəb dili qrammatikasını sevərlərə bir mövzu təyin etmək istədik və o da Quran surələrindən, kiçik surələrdən və növbəti mərhələlərdə müəyyən ayələrin qrammatik təhlillərini sizlərə təqdim etməyə çalışacağıq inşallah. Və bugünkü ilk mövzumuz Kəvsər surəsindən başlamışıq qrammatik təhlil eləməyə və düşünürük ki, hər kəsə faydalı olar inşallah taala. Bismillahirrahmanirrahim ayəsi barəsində bundan əvvəlki videolarda, ötən videolarımızda danışmışıq və onun qrammatik təhlilini etməyə çalışmışıq inşallah. Lakin yenə də Bismillahirrahmanirrahim ayəsini suranın əvvəlində gəldiyinə görə və ilk mövzumuz başladığına görə yenə də təhlil etməyə çalışacaq. Gördüyümüz kimi burada Bismillah, Bismillahi, burada əvvəlində olan bi həmin o cər hərfindəndir və daxil olduğu ismin sonunu kəsrəli eləyir. Və burada gördüyümüz sin və mimdən ibarət olan həmin bu söz əslində həmin o əzbər bildiyimiz ismundur. Yəni əlifi də var. Lakin bənin daxil olmağı ilə həmin əlif düşüb, vəsl həmzəsi olduğu üçün düşüb, olub bismi. Əslində nədir? Bi ismidir. Lakin burada əlif düşüb və sin və mim yerində qalıb, olub bismi. Və binin daxil olmağı ilə sin və mim ki isim dedik, ismun sözünün sonu kəsrə qəbul edib və buna deyərlər cər və məcrur, yəni cəri qəbul etmiş, cər hərfindən təsirlənmiş. Və burada bisiz əslində bu ismullahidir, Allahın adı. Bu ilə mənasındadır. Bi, əlbəttə başqa mənaları da var, sadəcə buradakı mənası ilə mənasındadır. Allahın adı olduqda bisiz desək, ismullahidir. Yəni buna deyərlər mənsub sahib. Yəni bir növ bunlara deyərlər təyini söz birləşməsi və yaxud da ərəb dili qrammatikasında adlandırılan termin olaraq deyirlər mudaf, mudafun ileyh qaydası. Və bir mənsub tərəfə, mudaf tərəfə daxil olduğun təsirlərinə görə və ismin sözünün sonu kəsrəli oldu və Allahı da kəsrəlidir. Olub Bismillahi. Və daha sonra Ər-Rahmanir-Rahim. Həmin bu Ər-Rahmanir-Rahim bunlar na'd deyirlər. Na'd və daxil olduğu o ismi ki sifətləndirirlər. Ona da deyirlər mən'ud. Yəni bunlar na'ddir, sifətdirlər bunlar. Ər-Rahman, Ər-Rahim və Allaha aiddirlər. Mən'udları budur. Yəni bunu bu ismi sifətləndiriblər. Yəni həmin o Rəhman və Rəhim olan Allah. Bu mənadadır. Və gördüyümüz kimi bunlar da kəsrə qəbul edib. Nəyə görə? Çünki binin təsiri ilə və burada gördüyümüz əlifləm hamısı bir-birinə necə deyərlər? Təsiri ötürdüyünə görə bir növ olub, binin təsirli hamısı kəsrəli olub. Olub Rəhman və Rəhim olan Allahın adı ilə. Və daxil oluruq ilk ayəmizə. İnnə ə'taynəkəl kəvsər. Ki sonunda kəvsəradır. Gördüyümüz kimi həmin buradakı innə əslində buna müşəbbihə bil feil və yaxud da innə və əxəvatihə deyərlər. İnnə və əxəvatuhə deyərlər. Və innə və onun bacıları. Qrammatikada belə, ərəb qrammatikası belə adlanır. Və həmin bu innə əslində burada iki şey var. Yəni həqiqətdə innə belədir. Yəni innə həqiqətən şübhəsiz bu mənada və buna daxil olan bir də muttəsil zəmir var. Bir növ bizim
mənasını ayıraraq da ifadə edir ən çox halda. Və təbii ki, daxil olduğu cümləyə görə dəyişir. Ki, burada biz mənasındadır, heç bizim mənasında deyil yəni. Və müttəsil zəmirdir, yəni birləşik zəmirdir. Ayrıqlıqda bir məna kəsb eləmir. Yalnız bir sözə birləşdikdə bir məna kəsb eləyər. Ayrıqlıqda nə deyə bir söz məna ifadə etməyəcək yəni. Yəni nəhnu ki, ərəb dilində nəhnu, yəni biz mənası şəxs əvəzliyi və ayrı yazılan şəxs əvəzliyidir. Baxmayaraq ki, o biz adlanan ayrı-ayrılıqda ayrı sözdən sözə birləşmədən də nəhnu bir şey ifadə edir. Yəni biz mənasını ifadə edir. Amma buradakı nə bizimdir. Yəni müttəsil zəmirdir. Bu munfəsil deyil. Yəni ayrı yazılan deyil. Birləşik zəmir olduğuna görə mütləqdir ki, bir şeyə birləşsin və bir şey ifadə eləsin. Ayrıqda bir məna ifadə etməyəcək. Və burada gördüyümüz həmin bu innə, həmin bu məna, bu formanı alıb əslində. Yəni olub innə. Yəni innə ilə nə birləşib olub innə. Həqiqətən biz. İnnə dediyimiz ki, həmçinin bunun ismi və xəbəri də olur bunların. İnnə və əxəvatihənin və bu qaydaların. İnnə və onun bacıları. Mənası budur, innə xəvatihə. Və buradakı innənin ismi nadır, yəni biz. Məna olub həqiqətən biz ə'ta. Ə'ta budur ki, əta etdi və yaxud da verdi. Amma faili var burada. Ə'taynə. Fail budur ki, yəni bu işi icra edən, yəni əta edən kim? Kim verdi? Biz verdik. Onlar həqiqətən biz verdik. Ə'taynə. Burada bu mənada olur. Yəni fail, ə'tanın faili nadır. Yəni biz verdik. Kə məf'ulun bih deyərlər. Məf'ulun bih. Bir növ onun üzərində iş icra olunan məna bu cəhətdəndir, belə deyim. Ə'taynəkə. Yəni həqiqətən biz əta etdik kimə? Kə. Sənə əta etdik. Kə burada kişi cinsindədir. Yəni sən kişi cinsində. İnnə ə'taynəkə. Biz sənə əta etdik. Nəyi? Əl-kəvsərə. Nəyə əta etdik sənə? Kəvsərə əta etdik. Olur. Burada da məf'ulun bih və ikinci məf'ulun bihdir burada. Və olur innə ə'taynəkəl kəvsərə. Və burada dediyimiz kimi innədən sonra ə'taynəkəl kəvsərə bu innənin xəbəridir. Xəbəridir. Biz ismi dedik ki, innədə həmin bu nadır. Burada izah elədik onu. Və ikinci ayəyə gəldikdə fəsalli. Fə burada ətf deyərlər. Mənası bağlayıcı. Və də var bağlayıcı. Fənin təbii ki, biz o fərqliliklərə bağlayıcı və onların bir-birindən fərqləndirən mənalarına daxil olmuq ki, çox vaxt aparacaq. Burada sadəcə deyə bilərik ki, ən az fasiləli ətfdir, yəni bağlayıcıdır. Bağlayıcı hərfidir fə. Fəsalli, yəni bir növ bəs namaz qıl. Bir növ belə deyək. Namaz qıl, salli də sallə yusalli, saləh sözündəndir əslində. Olub salli, namaz qıl. Əlbəttə, salli hər yerdə namaz qıl deyil. Yerinə görə dəyişə bilir. Dua et mənasında da ola bilər. Amma burada namaz qıl mənasındadır. Fəsalli, namaz qıl əmr feilidir. Kim? Yəni, faili kimdir? Yəni, bu namaz qıl deyəndə kim icra etsin bunu? Əmr feili olduğuna görə, salli olduğuna görə biz buna deyirik, əntədir bunun faili. Əntə yəni sən. Sən namaz qıl. Li, burada gördüyümüz həmin bu. Li, hərf-ü cərdir. Yəni, bi kimi hərf-ü cərdir bu da. Bu da cər hərfidir və daxil olduğu ismi, yəni Rabbu kəlməsini, Rabbu ismini kəsrəli eləyib gördüyünüz kimi. Li Rabbi edib, linin təsiri ilə və deyərlər car və məcrur. Car məcrur deyərlər buna. Yəni, cər hərfi və cərlənən, cər hərfinin təsirini qəbul edən. Buna məcrur deyirlər. Li rabbikə. Lisiz adi formada, yəni cər hərfi olmasaydı burada, li hərfi olmasaydı, onlar da rabbukə. Rabbukə də yəni sənin Rəbbin və bu onlar da mudafun iləyh. Yəni sahib mənsub birləşməsi, təyini söz birləşməsi bu mənada. Amma li olduğuna görə olub li rabbikə. Linin təsirindən rabbu olub iyiləşib, yəni kəsrə qəbul edib. Olub li rabbikə. Linin də mənası ötürü, ona görə üçün ın, in, un, ün, a, ə, ya, yə
mənalarında ifadə edir. Əlbəttə yerinə görə dəyişir bu mənalar. Hazırda burada ona görə, ondan ötürü mənasındadır. Və fasalli, namaz qıl. Niyə? Li rabbikə. Kimin üçün bir növ? Rəbbin üçün. Burada li üçün ötürü. Rəbbinə görə, Rəbbindən ötürü, Rəbbin üçün. Bu mənada, yəni sənin. Və dediyimiz kimi əvvəldə danışmışdıq, fə kimi bağlayıcıdır və həmin bu gördüyümüz bu və bağlayıcıdır. Vanhar. Vanhar da burada əmr feilidir. Qurban kəs. Kim? Faili kimdir? Yəni bu işi qurban kəs feil olduğuna yer, əmr feil olduğuna yer, bunun faili olmalıdır. Və məlum feil olduğuna yer, faili olur. Və burada həmin bu feilin faili əntədir. Yəni sən qurban kəs. Fasalli li rabbikə vanhar. Yəni namaz qıl Rəbbin üçün və qurban kəs. Və gəldi 3-cü ayəyə. İnnə ki, burada danışmışdıq innə barəsində. Həqiqətən şəniəkə. Şəniəkə burada innənin nə idi? İnnənin ismidir. Ona görə ayrı-ayrılıqda da şəniəkə burada mudafun iləkdir. Sahib mənsub birləşmə. Çünki sənin şəniə burada düşmən mənasındadır. Yəni innənin təsiri olmasaydı əlbəttə şəni ukə idi bu. Ona görə deyirik ki, sahib mənsub birləşməsidir. Təyini söz birləşməsidir. Mudafun iləkdir. Lakin innə ilə şəniə olub bu. Olub innə şəniəkə həqiqətən sənin düşmənin huvəl əbtər. Huvə burada bir qədər əvvəl danışdığımız munfəssil zəmirdir. Huvə, yəni o. Huvəl əbtər. O, əl-əbtər də burada nədir? İnnənin, dedik ki, ismi budur. İnnənin də xəbəri əl-əbtərdir. Ona görə olub ki, həqiqətən sənin düşmənin özü, burada özü mənasına gəlir. Yəni o sonsuzdur. Həmin odan söhbət gedir ki, həmin o deyiləndə həmin o düşmənə qaytarırıq. Şəniə. Şəniun sözünə qaytarırıq. Yəni düşmən mənasında. Yəni həqiqətən sənin düşmənin o özü sonsuzdur ki, bu da bizim bugünkü bu dərsdə bu mövzuluq Kəvsər surəsinin qrammatik təhlili idi qısa olaraq ki, biz bir çox şeylərə toxuna bilərdik, amma toxunmadıq ki, çox yorucu olmasın. Allah hər birinizi müvəffəq eləsin inşallah.